İqlim dəyişikliyi və dayanıqlı inkişaf çağırışlarının ön plana çıxdığı bir dönəmdə yaşıl turizm qlobal gündəliyin vacib mövzularından birinə çevrilib. Dövlət Turizm Agentliyi və Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirləri üzrə müşavirənin katibliyinin birgə təşkilatçılığı ilə AQM ölkələrində dairəvi yaşıl turizm mövzusunda beynəlxalq konfransın gündəmi də məhz bu məsələyə həsr olunub. Təbiətin qorunduğu, inkişafın isə ətraf mühitlə harmoniyada qurulduğu bir dünya arzusu artıq uzaq hədəf deyil. Yaşıl turizm məhz bu məqsədə xidmət edən ən vacib istiqamətlərdən biridir. Paytaxtımızda baş tutan beynəlxalq konfransda da turizmin iqtisadi faydaları ilə yanaşı, ekoloji məsuliyyətin də ön plana çıxarılmasının vacibliyi qeyd olundu. Türkiyə, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Rusiya, Monqolistan, Hindistan, Kamboca, ümumilikdə 16 ölkədən olan 30 nümayəndənin iştirak etdiyi toplantıda o da deyildi ki, dairəvi yaşıl turizm sahəsinin gələcək inkişaf istiqamətini müəyyən edən aktual yanaşmalardan biri kimi çıxış edir. Müasir dövrdə turizm təkcə iqtisadi sektor deyil, eyni zamanda sosial rifahın, mədəni mübadilənin və ekoloji məsuliyyətin ayrılmaz hissəsidir. Çünki artıq turizmdə uğur yalnız turist sayının artması ilə deyil, həm də yaradılan dəyərin necə paylandığı, təbiətə və icmalara necə təsir etdiyi ilə ölçülür. Beynəlxalq təşkilatın baş katibi Kayrat Sarıbay AQM ölkələrində dairəvi yaşıl turizm təşəbbüsünün regionda dayanıqlı və ekoloji məsuliyyətli turizmin inkişafına töhfə verdiyini vurğuladı. Mən inanıram ki, çox tərəfli təşkilatlar və AQM insanları bir araya gətirmək üçün daha çox iş görə bilər. Ona görə də burada, Bakıda keçirdiyimiz konfrans çox vaxtında və çox aktualdır. Bu, xalqlar, insanlar və müxtəlif mədəni keçmişə malik nümayəndələr arasında daha yaxşı anlaşmaya böyük töhfə verir. Turizm ölkələr arasında münasibətlərin gücləndirilməsində mühüm rol oynayır. Bunu isə Dövlət Turizm Agentliyinin Mədəni İrs və Regional Turizm şöbəsinin müdiri Elgün Cavadov dedi. Turizm müxtəlif ölkələr arasında əsas ünsiyyət vasitəsi kimi daim diqqət mərkəzindədir və bu gün həmin təşkilat arasında olan, ölkələr arasında olan münasibətlərin gücləndirilməsində də turizmin rolu bu gün burada sübut olunur. Konfrans işini panel sessiyalar və qarşılıqlı müzakirələrlə davam etdirir. Vəfa Abdullayeva, Nadir Cəlilov, Günəş Rızayeva, Space Xəbər.